Mən demirəm, arzum elə pambığın içində olan bir mələk idi falan filan. İndi əlbəttə ki, indi olub da, onun da ola bilər, səhvləri olsun, nəsə. İndi onlar özləri bilər, mən heç kimin işinə qarışmıram. Çünki TikTokda elədir ki, buradan küsürlər, oradan barışırlar. Belə biraz, bu aləm biraz başqadır da. Amma mən üzümü buradan bəzi o 5 sifətli TikTokerlara tutub demək istəyirəm ki, ay 5 sifətli TikTokerlar, adınızı indi çəkmirəm. Üzümü buradan tutub bəzi, yenə deyirəm, açıqlama verəcəm sizə. Mən, yəni adları siz yazırsınız, hələ ki mən adları açıqlamıram. Hələ ki açıqlamıram da. Hələ ki adları açıqlamıram. Və öncədən bir şey deyim ki, burada mən düşünürəm ki, mənim hər zaman izləyicilərim özlərinə hörmət edən insanlardır və öz ailələrinə, öz ağsaqqallarına, ağbirçələrinə hörmət edən insanlardır. Ailələrinə, ağbirçələrinə hörmət eləmən insanlar yalnız burada pis söz yazan insanlardır ki, bu da birbaşa onların öz evindəkilərə aiddir, bu da öz yerində. Mən neçə günlərdir ki, mən məlum məsələ ilə bağlı canlı açmıram, zaten bəzən canlı açıram evdə olduğum halda. Amma bir neçə gündür ki, mən canlı açmıram. Canlıdayım canım. Neçə gündür ki, mən canlı açmıram. Amma artıq inanın ki, artıq səbir kasam daşıb da. Üzümü buradan tuturam bəzi, o 5 sifətli TikTokerlar var ha. Hələ ki adınızı açıqlamıram. O bəzi 5 sifətli TikTokerlar bəsdirin də. Nə qədər prima işləyəcəz. Sizin hamınızın çıxıb danışırsınız. Biriniz deyir sizə gedim, mən gedim onun anasının biridir ayağından öpüm, biri deyir nə bilim gedim harasından öpüm. Ayıbdır. Niyə artist deyirsiniz? Bunu hamı görür də utanmırsınız siz. Sizin neçə sifətiniz var. Sizin maskalarınız ucu cırılıb. Başa düşürsünüz. O çıxıb onu arzum üçün güya ki ürəyi yalan insanlar var. Biz gedək üzr istəyək. Biz siz kimsiz? Arzunun böyükləri var, başa düşürsünüz. Arzunun atası var, anası var. Arzunun böyükləri var. Yəni onlar olan yerdə sizin nə həddinizə düşüb? Siz kimsiz ki? Siz kimsiz ki deyirsiniz ki canlılarda ki gedəcək üzr istəyəcək biridir ayağına az bəsdir də az sizin maskavız cırılıb. Hamı da bilir ki sizin Allahınızdan da arzunun həbs olunmağı. Və kim ürəkdən qəlbən sevinirsə Allah Taala onun başına gətirsin. Biraz vicdanınız olsun. Həbsdə olan insandan siz necə prim yığırsınız? Necə prim kasırsınız siz? Budur sizin mənliyiniz. Gündə sizə hamı deyəcək, afərin malacağız. Ay Allah, bunun ürəyi nə gözəldir. Deyirsiniz ki, mənə o elələri var, mənə pislik eləyib, amma mən insanlıq... Sən kimsən ki, məsələn, insanlıq xatirinə nə deyirsənsə? Bəsdirin də, maskavız cırılıb və sizin utanmırsınız ki, siz həbsdə olan insandan prim yığırsınız. Biriniz deyir ki, mən gedəcəm oğlanın anası, qızın anasından, oğlanın anasından. Siz kimsiz? Arzunun böyükləri var, sizin həddinizə düşməz. Bəsdirin də, istəmirdiniz arzunun tutulmağını, arzu həbsdədir, dincəlin də, dincəlin də, bu yersiz canlı yayınlarınızı yığışdırın. Kim bundan sonra arzumun şəkillərini qoyub canlı yayınlar açarsa, prim xatirinə, onları hamısını polis Azərbaycana şikayət eləyəcəm. Bax, bunu mən sizə deyirəm. Utanmırsınız, yıxılana balta vurdunuz, istəmirdiniz tutulsun, istəmirdiniz tutulsun, çatdınız da arzunuza. Təbrik edirəm sizi, həbsxanadadır. Çatdınız, indi nə istəyirsiniz? Bir dincəlin də, öz əzizinizin şəklini qoyun, onu müzakirə eləyin. Bu nə deməkdir? Biri canlı açır, canlı açmamışdan əvvəl bütün xəbər portallarına, belə deyək, Instagramda zətdə xəbər portallarına, kartlarına pul atır. Deyir ki, mənim çıxışımı paylaş. Biri deyir, ailə şeydir, Allah rəhmət eləsin. Amalı Allah rəhmət eləsin, məkanı cənnət olsun. Siz necə insanlarsınız? Biri həbsxanadadır, biri də qara torpağa gedib. O Amal rəhmətliyin anası nə vəziyyətdədir, xəstədir, nə vəziyyətdədir? Utanmırsınız, siz bundan prim yox. Bəzi tanınmışlar, utanmırsınız, az yalandan çıxıb danışırsınız ki, Amalın ailəsi mənlə əlaqə saxladı. Sən kimsən səndən əlaqə saxlasın? Amalın anası mənlə əlaqə saxladı ki, evinə gedəcəm, mənə bəsdirin də. Siz kimsiz, kimsiz? Arzunun nəyisiz? Arzunun anası Azərbaycana gəlir. Lazım olacaq, özü gedəcək, ağbirçəklər, Arzunun böyükləri gedib danışacaq da, nə lazım? Siz kimsiz? Cəmaatın qapısına gələndə deməyəcəklər, siz burada nə vaz deyirsiniz? Nə işiniz var sizin burada? Bəsdirin də, biraz insan olun da.
Kızın başını yediniz, tutuldu getdi. Nə istəyirsiniz indi? Nə istəyirsiniz? Utanmırsınız bundan, siz prim qazanırsınız. Biridir, mən elə qapıdayam, 12 saat gözləyirəm, 24 saat da gözləyirəm və bunu bütün xəbər portalları paylaşır. Kartlarına pul atıb paylaşdırırlar. Ha? Adam olun ha. Axırıncı dəfə deyirəm, adam olun, gedin özünüzdən danışın. Primi özünüz tutabilirsə tutun, tutabilmirsə yıxılanı baltalamısınız onsuz da. Ölən bir insanın üstündən reklam qazanmaq olmaz. Həbsdə olan bir qadının, 4 uşaqlı qadının üstündən prim qazanmaq olmaz. Barışıq istəyirsiniz, yaxşı əməl istəyirsiniz, gizlincə get. Niyə apşırvıcı, hələ getməmişsən? Amalın ailəsi mənlə əlaqə saxladı. Bu nə deməkdir? Sizin bu elədiyiniz hər bir addım hər şeyi pozur, başa düşürsünüz. Barışmaq istəyənləri də bir araya gətirmir. Bəlkə onlar çoxdandan barışardı. Bəlkə hər şey daha başqa cürə olardı. Bəlkə o qəzada xəsarət alan qızın da müalicələri olunardı. Bəlkə bugünkü gündə 4 anası, 4 uşaq anası Arzum da həbsxanada olmazdı. Sizin sayəvizdə olub da bu. Hərəviz bir dənə canlı efirlər açdınız, qızışdırdınız, barışmaq istəyənləri də qırdırdınız bir-birinə. Bir-birlərinə nifrət elətdirdiniz. Daha da hər şeyi qatdınız bir-birinə. Dincəlin də. Dincəlin də bunu çəkib paylaşmağın nə mənası var? Kimsə yaxşılıq eləmək istəyir, Allah canını sağ eləsin. Getsin kənarda bunu eləsin. Cəmaatın gözünə nəsə oxursunuz ki, bir qəpiklik xeyriniz yoxdur, amma siz ziyana işdir. Başa düşmürsünüz. O gün Arzumun meneceri də köməkçisi, reklam meneceri də canlı efirə qoşuldu, dedi ki, Arzum deyir ki, mənim haqqımda heç kim heç nə danışmasın. Bu onun ziyanınadır. Başa düşmürsünüz. İnsan içəridədir, siz ona niyə problem yaradırsınız? Allah'tan qorxmursunuz, ay vicdansızlar. Əksəriyyət Arzunun həbs olmağına sevinən insanlar deyir, Allah'tan qorxmursunuz. Siz burada özünüz kimləri allada bilərsiniz, özünüzə prim yığa bilərsiniz. Az görmürsünüz sizə nələr yazılır? 72'den tutmuş da her şey yazılırsa görmürsünüz. Bu ne artist idi? Bu ne diyor? Siz bu nəyin kafasındasınız? Yaxşılıq eləmək istəyirsiniz, çox gözəl. Gedin elin xəbərsiz. Hələ heç nə eləməmisiniz, biri zən vurur. Rəhmətli Amalın ailəsi mənlə əlaqə saxladı. Lan sən kimsən səndən əlaqə saxlasınlar? Kimsən də sən? Hani əlaqə saxladı, getdiyin görüşə, çay verdilər sənə, limonat verdilər. Qarışmayın. Ay əzizlərim, ay canlarım, Azərbaycan müsəlman deyilsiniz, qarışmayın da, qarışmayın. Burada ölüm məsələsi var. Burada həbsxanada olan bir qadının, 4 uşaqlı qadının həyatı həll olur. Bu iqruşka deyil, qarışmayın. Arzunun bir çayı da var, ağsaqqalı da var. Onlar gəlib həll edəcəklər. Sizə nə düşüb? Qoyublar üstünə. Hamı mələk oldu. Və hardaydınız ay mələklər? Hardaydınız bu vaxta qədər? Niyə yox uydunuz ki? Biri deyir, mən gedərəm Amalın ayağına düşərəm, anasının. Biri deyir, mən bu vaxta qədər hardaydınız? Eləyərdiniz də. Yaxşı, bunu eləyirsiniz, bunu canlılar açıb hər dəfə prim nəyə yığırsınız ki bundan? Neçə gündür mən partlayıram, biraz insan olun da, adam olun. Qız həbsxanadadır, xəbər göndərir ki, mənim heç kimi heç nəyə müdaxilə eləməsin. Siz əksinə barışdırmırsınız, siz aləmi qatırsınız bir-birinə. Cəmaat yerdən göbələk kimi çıxmayıb. Arzu yerdən göbələk kimi çıxmayıb. Arzunun anası da var, Allah can sağlığı versin. Atası da var, Allah can sağlığı versin. Arzunun sizdən, yəni siz heç də, yəni sizdən artıq da, sizdən imkanlı da, sizdən hörmətli də dostları var, rəfiqələri var. Sizə düşməz o. Bu qədər. Hələ ki ad açıqlamıram. Amma bundan sonra bir dənə TikToker, öncədən söz-söhbəti olan TikToker çıxıb onun adından nəsə danışsa, mən artıq onların adını açıqlayacağım və onlarla artıq başqa cürə danışacağım. Gedin ağıllı olun az. Maskalarınız cırılıb sizin çoxdan. Sizin süyniliyiniz oradan buraya, ekranı o bir tərəfindən vurur bura. Bəsdirin də. Cəmaat deyəsiz deyil. Arzunun atası da var, anası da var. Lazım olan da özləri gedib üzr istəyəcəklər. Əlbəttə ki, mən də istəyərəm barışıq olsun. Amma sizin bu cürlə çıxışlarınız güya ki öz aranızda canfəşanlıq eləyirsiniz. Hər şey tam əksinə edir. Başa düşürsünüz? Gedin işinizlə məşğul olun da. Axırıncı dəfə buradan deyirəm. Arzumun şəkillərini bundan sonra müraciət şəkilləri var. Onları ekranlara qoyub paylaşan insanlar, sizə buradan xəbərdarlıq eləyirəm.
Mən şəxsən özüm sizin haqqınızda lazımi qurumlara müraciət eləyəcəm. Artıq əl çəkin də, düşün qızın yaxasından. Düşün də qızın yaxasından. Nə istəyirsiniz? Tutulmağını istəmirsiniz. Ay bala da tutuldu da cəzasını çəkir də. 4 balanı anasız qoymaq istəmədiniz. Bir xəstə uşağı anasız qoymaq istəmədiniz. Da dincəlin də. Da bəsdirin, artistlik eləməyin burada. Mən əgər sizin adınızı açıqlasam, yazırlar burada, adlar yazırlar kimlərdirsə, elə düz də yazırsınız. Mən sadəcə olaraq mənə düşməz də durum TikTokerdə, mən onun yeri yoxdur da, niyə görə adlarını açıqlayım? Amma vaxtı ikən hamımızın düşmən olduqlarını hamı bilir də nədir, nə deyil. İndi nə oldu? Ürəyiniz ağradı. Gedib Arzunun yerinə kiminsə anasına yalvarmaq istəyirsiniz, əlindən tutmaq, əlindən, ayağından öpmək istəyirsiniz. Niyə? Siz kimsiz ki? Siz xalqın evinə gedəndə deməyəcək, ay bala, sən kimsən mənim ayağımdan öpmək istəyirsən? Və yaxud sən kimsən gəlmirsən, Arzunun böyüyü yoxdur, sən kimsən ki? Sən elə belə barışansan, gedəl öz ailə üzvlərinlə barış da. Və yaxud get ex qaynananla, qaynatalarınızla barışın da. Və yaxud nə bilim, o qədər düşmən olan adamlarınız var. Örnək götürün ki, bu dünya 5 günlükdür də. Güruldamağın yeri yoxdur. Başa düşün, çünki deyir, Allahın sopası yoxdur. Güruldamağın yeri yoxdur. Bir gün hər kəs öz bədəlini ödəyir. Ondan nəticə götürün də. Düşmənçilik eləməyin də, prinsip eləməyin, bir-birinizə pislik eləməyin də. Elə şey olur, yalandan özlərindən uydururlar. Biri deyir, anası mənlə əlaqəsi, ailəsi mənlə, Amalın ailəsi mənlə əlaqə saxladı. Az bəsdir də. Mən bu işin içindəyim, başa düşürsünüz? Artıq söhbətdə danışmayın. Mən neçə ildirəm, özür istəyirəm. Mən neçə gündür canlı açmıram. Bütün yervlarım oynayır. Amma daha nə qədər olar? Düşmən olduğu TikTokerlar açır. Mən Amalın anasının ayağına. Sən get onun ayağının altından öldün. Necə? Sənə görə keçəcək. Halal deyir sənə. Gör mənim qapıma kim gəlir. Kimsizsiniz? Kimsiz də siz? Özünüzü nə hesab edirsiniz ki? Siz elə kiminsə qapısına getirsiniz, sizə görə keçəcək. Kimsiz siz? Cəmaatın oğlu dünyasını dəyişib. Siz kimsə elə getdiniz bir dənə qapısına, ayağından, əlindən, kiminsə arasından öpdünüz, sizə deyəcəklər ki, problem yoxdur. Elə şeydir, filan kəs gəl. Kimsiz siz? Özünüzü nə hesab edirsiniz ki? Siz Arzunun böyüyüsünüz, ağsaqqalısınız, ağbirçəyi, siz kimisiniz siz? Və yaxud oraya gedəndə özünüzü kimi təqdim eləyəcəksiniz? Mənə çox maraqlıdır. Ya da gedirsiniz, okey, başa düşdük, lap yaxşı. Daha bunu nə burada apşırvıç eləyirsiniz? Gedin, ehmalcana eləyin barışığı, yalvarırsınız, yaxarırsınız, neyinirsiniz, eləyirsiniz. Daha bunu burada nə şey eləyirsiniz ki? Axırıncı dəfə olsun. 5 sifətli TikTokerlar, bəziləri, sizə deyirəm, yaxşılardan iraq. Artistliyi qoyun qırağa. Başa düşdünüz? Sizin hər birinizə deyiləcək sözüm var. Özə necə lazım da, heç biri süddən çıxmış ağ qaşıq deyilsiniz. Bütün hoqqalarınızdan xəbərim var. Başa düşdünüz? Müğənnilərin adı çıxıb, bu TikTokerlər var, ha. Hoqqaları bilirsiniz, nə? Dəhşət. Ona görə də ağıllı olun. Ağıllı olun, Arzumun adını da çəkməyin. Onun üzərindən də prim yığmayın. Sizə düşməz. Onun böyükləri olduğu halda siz Amalın qapısına gedib, məkanı cənnət olsun, Allah ona qəni-qəni rəhmət eləsin. Gedib barışıq eləyəsiniz. Başa düşdünüz? İşte bu qədər. Mənə xəbərdarlıq gəldi dostlar. Qəsdən bunu eləyirlər, bilirəm. Bağlayıram canlımı, təzdən açıram. Çünki mən xəbərdarlıq elədim.